Yeniyetmə övladım çox yatır, yataqdan çıxarmır, çölə çıxmaq istəmir, gəzmək istəmir, bizi ilə zaman keçirmək istəmir. Tənbəlləşib bu uşaq elə bir, çox passivləşib. Niyə görə belədir? Əgər yeniyetmə övladınızda belə enerji düşüklüyü, yəni aşağılığı varsa, bu artıq yeniyetməliyə girdiyini və əslində biraz depressiv əlamətlər özündə göstərdiyini və xüsusilə də masturbasiya çox eləyən yeniyetmə uşaqlarda hamam otağında çox vaxt keçirmə, tualetə girdi saatlarla çıxmama, yatağına girib üstünü bura qədər yorğanla bağlayıb yatma halları müşahidə edirsə, demək ki, övladınızı bədənini tanıma mərhələsində masturbasiya çox eləyir və uzun sürə masturbasiya etmə həm bədənini zədələməsinə, həm də enerji düşüklüyünə gətirib çıxardır ki, bu zaman uşaq ancaq yatmaq, yuxulu, passiv həyat tərzinə meyil göstərir və bu zaman nə dərs oxumaq istəyəcək, nə yatağından çıxmaq istəyəcək, nə də heç evdən belə çıxmaq istəyəcək. Ancaq deyəcək ki, elə bir yeyim, yatım və mənimlə işiniz olmasın. Onun üçün də bu yeniyetməlik dövründə çox diqqətli olmalı, valideynlərin altını çizərək deyirəm, diqqət edəcəyi və özünün də həyəcan keçirdiyi cinsi mövzuları bacarmırsa danışmağa, o zaman bir professional psixoloq dəstəyi mütləq almalıdır.